hara gedirsən? Sərmayəni harda xərcləyirsən? Anqa Pərverdigar aləm bu dastan nəqləmi? Pərverdigar aləm vəqti bir mətləbdə istəy insana dey nə ola bilərsən? İstəy bizə deyə ki ola bilərsən, niyə olmaysan? Mərd mərdanə iş bir dəfə fikirləyirsən ki itirsən. İtmişik. Əgər itməsəydik, vətəni əslimizdə olsaydık, qiyamət olardı. Biz hey vətəni əslimizdən çıxıq. Hey cəmlüyü itirik. Əgər saxlayağa, sahib olağa, aləm əlimizdə olar, adəm əlimizdə olar. Nur olduq aləmdə, camiəmiz nur olar. Dünyamız nur olar, ahirətimiz nur olar, yediyimiz nur olar, içdiyimiz nur olar. Fəqət saxlaya bilməyik. Odur, əməl elədin, gərək müraqibət eləyəsən, şeytan əlindən almaya, insanın əlindən alır. Burada pərdə çəkib Pərverdigar aləm, orada pərdəni götürəcək, ora hesabdır. O qədər dünyanın naz pərvərdələri zəlil olacaqlar ahirətdə. O qədər şahani dünya zəlil olacaqlar ahirətdə. O qədər nazla, ətrlə keçinənlər, nazla özlərinə hər gün birənci olanlar zəlil olacaqlar aləmi ahirətdə. Allah bir gözlə həm vurmuş bizi öz halımıza qoymacınən. Yəni bir gözlə həm vurmuş insan gərək Allah'tan qəflət eləməyə. Allah rəhməti ilə bizi qəbul eləyik. Hey sındırıq ya, hey günah eləyik, amma bizi qapısından qoymayıq. Deysən Allah gəlim deyir ki, hər günə mən sülh eləyəm, sən sülh eləsin. Hər kəs istəsən mənim dəryayı rəhmətimə varid ola, varid olsun. Varid olsun. Hərəkət eləsin, bağlamamışam qapımın üzünə. Bir ləhzə qeyri xuda aləmdə yoxdur. Hər nə var özüdür. İnsan bir ah çəkə, ah. Gecə vaxtında hərdən bir yorğanın kənara vur, denən ilahi ah. Qəbal oldu əmrim Allah. Allah cavanlığım keçdiysə mən anlamadım bu aləmə nəyə gəlmişəm. Biz Peyğəmbərin məhzərindəyik, İmam-ı Zamanın məhzərindəyik. Gözün xiyanət eləyəndə xəcalət çəkməysən Allahdan. Xəcalət çəkməysən İmam-ı Zamandan. Xəcalət çəkməysən Peyğəmbərdən. Hərdən otururam denən Allah, Allah xiyalatdan yoruldum. Allah vəsvəsədən yoruldum. Allah qəflətdən yoruldum. Allah bu ibadət işi, namaz işi qılıyam, xəcalət çəkiyəm, yoruldum xəcalət çəkməkdən. Ufasız dünyaya. Allah sən bu qəmlər bu tarar. Allah sən İmam-ı Zaman gələr. Rüvəqa İmam-ı Zamanın əshabı yoxdur və illa gələrdi ha. Bağır eləyin ağanın əshabı yoxdur təkdə ha. Bir nəvər nəql edildi, ağanı mən gördüm, dəri sərdab dayanmışdı, amma heç kəsi yox idi. Heyli sərdirici sahabələri gələ, amma heç kəs gəlməydi.